billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Ve alihi tayyibin tahirin el ma'sumin. Ve la'netullahi ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum ve ehlik a'daahum ecma'in. Bu gecə İmam Hüseyin əleyhissalamın ərbəin gecəsidir. Möminlərin qəlbi bu saat Kərbəladadır. Möminlər belə bir gündə istəyərlər ki, İmam Hüseyin əleyhissalamı Kərbəlada ziyarət eləsinlər. Hədislərimizdə var, müminin əlamətlərindən biri də ərbəində İmam Hüseyni Kərbəlada ziyarət eləməkdir. Bizlər də bunu istəyirik Allah Teala'dan. Allah Teala bizim hamımıza ərbəin günü İmam Hüseyni Kərbəlada ziyarət eləməyi nəsib eləsin inşallah. Ağanın ziyarətini, ahirətdə şəfaətini bizlərə nəsib eləsin inşallah. İmam Hüseyin əleyhissalamın digər imamlardan bəzi imtiyazları var. Yəni, bəzi şeylər var ki, İmam Hüseynə aiddir, İmam Hüseynə məxsusdur, digər imamlara məxsus deyil, aid deyil. Birincisi, İmam Hüseyndən sonra imamətin davamı o həzrətin nəslindən oldu. İmam Həsənin nəslindən deyil, o həzrətin nəslindən oldu. Salman Farsi, Həzrəti Peyğəmbərin gözəl sahabəsi Salman Farsi nəql edir ki, mən gördüm Həzrəti İmam Hüseyin əleyhissalam Peyğəmbərin qucağında oturmuşdu. Peyğəmbər onu öpdü, başını sığalladı, dedi, sən özün böyüksən və böyük insanların atasısan, İmam Hüseynə buyurdu. Sən özün hüccətsən, Allahın hüccətisən, Allahın hüccətinin oğlusan və Allahın hüccətlərinin atasısan. Sonra buyurdu, Allahın hüccətlərini Allah Teala sənin nəslindən qərar verib. 9 dənə hüccət sənin nəslindən gələcək, onların 9-uncusu Ali Muhammedin qaimidir. Allahümme yəni 9-uncusu İmam Hüseyin əleyhissalamın 9-cu nəvəsi İmam Zaman əleyhissalam Həzrəti Peyğəmbər əhl-i beytinin qaimidir, mehdisidir. Accəlallahu Teala fərəcəhu şərif. Sonra buyurdu, elə ki, Həzrəti xanım Fatimə-i Zəhra salamullah aleyha İmam Hüseynə hamilə oldu. Həzrəti Peyğəmbər ona buyurdu ki, ey Fatimə, Allah təbarək və Teala sənə bir oğul uşağı əta edəcək, onun adı Hüseyndir, onu mənim ümmətim öldürəcək. Həzrəti Fatimə-i Zəhra salamullah aleyha buyurdu ki, ya Rasulallah, elə bir övlad istəmirəm mən, sənin ümmətin o günaha batmış olsun, onu öldürmüş olsun. Onda elə bir günahı, elə bir övladı istəmirəm. Sonra Həzrəti Peyğəmbər əlavə olaraq buyurdu ki, Allah Teala mənə vədə verib ki, dinin imamları sənin həmən övladından gələcək, onun nəslindən olacaq. Ondan sonra Həzrəti Fatimə salamullah aleyha buyurdu ki, ya Rasulallah, onda razıyam ki, Allah Teala mənə elə bir övlad nəsib eləsin ki, dinin böyükləri, imamları onun nəslindən gəlsin.
Nə üçün İmam Həsənin nəslindən gəlmədi, məhz İmam Hüseynin nəslindən gəldi? Bu Allahın hikmətidir. Düzdür, buna sual olunmaz. İkisi də imam idi, ikisi də eyni dərəcəli imam idilər. Hətta İmam Həsən əleyhissalam böyük olduğu üçün daha da fəzilətlidir bu cəhətdən. Amma Allah Taala'nın məsləhəti ilə Allah Taala imamətin davamını İmam Hüseynin nəslindən qərar verdi. Bunu İmam Sadiq əleyhissalamdan soruşanda İmam Sadiq əleyhissalam buyurdu ki, eyni ilə Allah Taala Musa peyğəmbəri də seçmişdi, Harun peyğəmbəri də seçmişdi. Musa peyğəmbər Harundan böyük idi, yaş cəhətdən yox, məqam cəhətdən. Harundan böyük idi, Ulul Əzm peyğəmbər idi. Amma Allah Taala Musanın nəslindən peyğəmbər qərar vermədi. Musanın zürriyələrindən peyğəmbər gəlmədi. Harunun zürriyələrindən gəldi. Eyni ilə həmən qəziyyə burada da təkrar olub. Elə Həzrəti Peyğəmbər necə özü ilə əlini Harunla Musaya oxşadır. Burada bir hikmət var. Ya Əli, sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir. Əvvəla peyğəmbərlik Musanın övladlarında olmadı, Harunun övladlarında oldu. İmamət peyğəmbərin öz övladlarında deyil, Həzrəti Əlinin övladları ilə gəldi. İmam Həsən və İmam Hüseyin anadan olanda da Allah Taala peyğəmbərinə buyurdu ki, ey mənim rəsulum, səninlə Əlinin nisbəti Musa ilə Harunun nisbətidir. Ona görə öz Əlinin övladlarına Harunun iki oğlanlarının adını qoy. Şəbər və Şübeyr. Onlar İbri dilindədir, ərəb dilinə tərcümədə Həsən və Hüseyn eləyir. O cür adlandırdı. Orada bir oxşar cəhət var. Ona görə Həzrəti Peyğəmbər həmişə o Musa ilə Harunu misal gətirərdi. Eyni ilə onun kimidir. Həzrəti İbrahimin övladlarından İsmail də peyğəmbər idi, İshaq da peyğəmbər idi. Amma İshaqın nəslindən peyğəmbərlik davam elədi. İsmailin övladlarından peyğəmbər olmadı ta bizim peyğəmbərə qədər. İsmaillə bizim peyğəmbər arasında İsmailin nəslindən peyğəmbər gəlməyib. Ta sonuncu peyğəmbər bizim peyğəmbər oldu. Həmən qəziyyələrdir ki, Allahın hikməti sayəsində baş verir bunlar. Burada da baş verdi. İmam Həsənin nəslindən gəlmədi, İmam Hüseynin nəslindən gəldi. Onlar bir nur idilər. Baxmayaraq ki, İmam Baqir əleyhissalamda ikisi də birləşdi. İmam Zeynul Abidin əleyhissalam İmam Hüseynin oğlu idi, Fatimə İmam Həsənin qızı idi, İmam Baqir əleyhissalam bunlardan dünyaya gəlib. Burada birləşdi. Yəni, bu cəhətdən İmam Həsənin də burada payı var. Amma üçün nəsəb atı tərəfdən hesab olunur deyə İmam Hüseynin nəslindəndirlər. 9 imam. Digər bir imtiyazı bundan ibarətdir ki, İslamın davamı, İslamın yaşaması İmam Hüseyin əleyhissalamın şəhadəti ilə oldu. Düzdür, buna biraz izah gətirmək lazımdır. İmam Həsənin sülhü də burada rol oynayır. Əgər İmam Həsənin də sülhü olmasaydı, İslam yaşamazdı. Yəni, sülh olmasaydı, müharibə olsaydı, Muaviyyə İmam Həsəni də öldürərdi, İmam Hüseyni də öldürərdi, bütün şiələri öldürərdi. Necə İmam Həsən əleyhissalama sual veriləndə ki, nə üçün sülh elədin? Dedi, əgər sülh eləməsəydim, bir dənə də şiə qalmazdı. Əhl-i Beyt tərəfdarı qalmazdı. Hamınız ölərdiniz. Amma İmam Həsən əleyhissalam o sülhlə bütün Peyğəmbər Əhl-i Beytinin davamçılarının qanını aldı. O sülhü əsas götürək, o sülhün davamını İmam Hüseyin əleyhissalam yerinə yetirdi və o sülhü bərqərar elədi. O sülhün təsirini İmam Hüseyin əleyhissalam öz qanı ilə insanlara çatdırdı. İmam Hüseyin əleyhissalamın dövrü fərq eləyər digər imamların dövründən.
İmam Hüseyin əleyhissalam özü buyurur ki, əgər Yezidə beyyət eləsəm, onda İslamın Fatihəsi gərək oxunsun. Əgər İmam Hüseyin Yezidə beyyət eləsəydi, yəni bu o demək idi ki, İmam Hüseyin əleyhissalam Qur'anın şərəfini, Peyğəmbərin şərəfini Yezidə satmış olur. Yezid kimi bir məluna. Hər şey aradan gedərdi. İmam Hüseyin əleyhissalam qoymadı bu şərəf, bu izzət. İslam ağacı kökündən çıxsın, qoymadı. Öz qanı ilə bunu aldı. Digər bir imtiyaz ondan ibarətdir ki, onun məhəbbəti möminlərin qəlbində bərqərardır. Möminlər özlərindən asılı olmayaraq ona məhəbbət bəsləyir. Həzrəti Peyğəmbər bunu xəbər verib ki, İnnə liqatlil Hüseyn aleyhissalam ləhərarətən fi qulubin nasi la tubradu əbəda. İmam Hüseyin aleyhissalam qətlə yetirildiyinə görə möminlərin qəlbində bir məhəbbət alığı yaranacaq ki, o heç vaxt sönməz. Baxın, görün, nə qədər İmam Hüseynin mehr o məhəbbəti möminlərin qəlbinə təsir edir. Birinci əlamət insanların o həzrəti ziyarət eləməsi. O həzrətin ziyarəti dünyada elə bir ziyarətdir ki, bəlkə də heç bir imam o qədər ziyarət olunmur. Heç bir imam o qədər ziyarət olunmur. Heç bir Peyğəmbər o qədər ziyarət olunmur, amma İmam Hüseyin o qədər ziyarət olunur. Nə üçün? Çünki Allah Teala bunu verdi ona. Ondan sonra digər bir imtiyaz bundan ibarətdir ki, bütün imamların ziyarətgahlarında olanda mütləq İmam Hüseynin adı zikr olunur. Siz baxın, bütün imamların ziyarətnamələrinə baxın, Məfatihul Cinanda, digər kitablarda. Açın, oxuyun, mütləq İmam Hüseynə salam var orada. Ziyarət eləyəndə İmam Hüseyni də orada ziyarət eləyirsən. İmam Hüseyni ziyarət eləmədən həmən imamın ziyarətinə keçmirsən. Göz yaşları, İmam Hüseyin üçün axıdılan göz yaşları heç bir şəxs üçün, heç bir imam üçün axıdılmır. Heç bir övliya üçün axıdılmır, heç bir peyğəmbər üçün axıdılmır. Həzrəti Yəhya peyğəmbərlə İmam Hüseyin arasında bəzi müştərək cəhətlər var. İmam Hüseyin həmişə qiyama başlayanda Məkkə, Kərbəla yolunda həmişə bunu təkrar eləyərdi ki, deyir, dünyanın ən alçaq işlərindən biri də budur ki, İlahi Peyğəmbər olan Yəhya Peyğəmbəri bir pozğun qadına görə başını kəsdilər. Ən alçaq işlərindən biri də budur. Amma heç biz Yəhya Peyğəmbər üçün ağlamırıq. Heç bir ümmət görürsən ki, yoxdur ki, Yəhya Peyğəmbər üçün o cür ağlasın, gözyaşı axıtsın. O qədər Peyğəmbərlər şəhid olublar, tikə-tikə doğranıblar, amma onlardan əsər əlamət yoxdur. Demirəm, amma bu yaxşı əlamətdir, xeyr. Amma İmam Hüseyin əleyhissalamın elə bir imtiyazı var ki, bütün müminlər onun üçün gözyaşı axıdır. Hətta İmam Hüseyin əleyhissalam buyurur ki, Ənə qatilul abrah. Mən göz yaşlarının şəhidiyəm. Elə bir mömin yoxdur ki, məni yada salsın, amma göz yaşları axıtmasın. Bu hədisi bir alim izah eləyirdi. Deyir ki, İmam Hüseyin əleyhissalam buyurur ki, qatilul abara. Bu qatilul abara, yəni göz yaşlarının şəhidi, göz yaşları tərəfindən qətl olunmuş. Deyir ki, hansı göz yaşları idi? İmam Hüseyin hansı göz yaşlarından söhbət edirdi? Necə yəni göz yaşlarının qətiliyəm, öldürülmüşəyəm? Deyir, o həmən göz yaşları idi ki, indi bu da alimin fikridir də, həmən alimin fikridir. Deyir, həmən göz yaşları idi ki, Muaviyyə o kin küdurəti yaratmışdı insanların qəlbində Əhl-i Beytə qarşı. Osmanın öldürülməsi ilə o qədər Osmana roza oxutturdu, gözyaşı tökdülər, Əhl-i Beytə qarşı bir kin yarandı. Ona görə deyir ki,
İmam Hüseyin Aleyhisselam buyurur ki, ənə qatilul abara. Bütün bunlara baxmayaraq, mömin İmam Hüseyin üçün göz yaşı tükür. Çünki o məzlum ağa, elə bir məzlum ağadır ki, heç bir kəs onun kimi məzlum olmayıb. Heç kəs onun kimi qətlə yetirilməyib. Heç kəs onun kimi əziyyət çəkməyib. Susuz, tənha, zülm. Digər bir imtiyaz bundan ibarətdir ki, Məhərrəm gələndə müminlərin qəlbin həmişə təsirli olur. Məhərrəm ayı gələndə müminlər hüzünlü olur, qüssəli olur. Bu özlərindən aslı deyil. Digər bir imtiyaz budur ki, bu faciə öz əzəmətini və təravətini heç vaxt itirmir. Təsirini heç vaxt itirmir. Adətən hadisələrin üstündən vaxt keçdikcə onlar yavaş-yavaş unudulmağa doğru gedir. Yavaş-yavaş təsirini itirməyə doğru gedir. Təravətini itirirlər. Amma Kərbəla faciəsi heç vaxt təravətini itirmir. Bunlar hamısı möcüzələrdir. Bunlar hamısı bunlar barəsində bəhs olunmalıdır. Amma mən xülasə eləyib deyirəm. Allahın möcüzələrindən İmam Hüseynə verdiyi nemətlərdən biri də budur. Türbəti şəfadır. Biz demirik, digər imamların türbətində şəfa yoxdur. İnkar da eləyə bilmərik. Amma elə bir hədis də yoxdur ki, desin ki, digər imamların türbətində şəfa var. Baxmayaraq ki, şəfanın olması uzaq deyil. Amma İmam Hüseyin Aleyhisselamın türbəti barəsində xüsusi hədislərimiz var ki, buyurur ki, İmam Hüseyin Aleyhisselamın türbəti şəfadır. Allah Teala onun türbətində şəfa qərar verib. Və digər bir imtiyaz da bundan ibarətdir ki, İmam Hüseyin Aleyhisselam nəyi var idi, hamısını Allah yolunda verdi. Digər imamlara, hətta övliyalara nəsib olmayıb. İbrahimə nəsib olmuşdu. İbrahim Peyğəmbər, siz təsəvvür eləyin ki, elə bir imtihanla imtihan olundu ki, nə ona qədər, nə ondan sonra heç bir bəşər, heç bir peyğəmbər, heç bir övliya o cür imtihana çəkilmədi. Əmr olundu ki, öz əli ilə öz uşağının boğazını kəs. Belə bir dəhşətli imtihan heç vaxt, heç yerdə görülməmişdi. Amma Hz. İbrahim o imtihanın öhdəsindən çox yaxşı gəldi. Fədakarlıq elədi, Allah da ona verdi. Allah ona nə verdi? Allah onun nəslini peyğəmbər elədi. Necə ki, İmam Hüseyin də verdi, Allah Teala İmam Hüseynin nəslini imam qərar verdi. Oxşar cəhətlər var burada. Neçə dənə peyğəmbərlə İmam Hüseynin oxşar cəhətləri var. Hz. Yəhyanı biz misal gətirdik. Onun da başını kəsirlər. O da fasik və facir bir padşahın əleyhinə çıxır, hökmü vermir. Ondan tələb eləyirdi ki, sən hökm ver ki, mənim qızlığım mənə halaldır. Qızlığım. Hz. Yəhya hökm vermədi. Onun başını kəsdi. Alçaq bir işə görə baş kəsildi. İmam Hüseyin də buyurur ki, mənim də qarşımda dayanan o cür fasik və facir insandır. Alçaq bir insandır. Oxşar cəhətlər çoxdur. Hz. İbrahimlə İmam Hüseynin oxşar cəhətləri hansıdır? Bu cəhətdən. Ki, o da elə bir imtihana çəkildi ki, İbrahim əleyhissalam öz övladını apardı qurban kəsməyə, İmam Hüseyin də öz övladlarını gətirdi qurbangaha. Allah Teala İbrahimdən döndərdi. وَفَدَيْنَاهُ بِزِبْحٍ عَظِيمٍ. Bunu əvəz elədik böyük bir zibhlə, böyük bir qurbanla. Bir qoç göndərdi. Bir alim vardı, danışırdı. Deyirdi ki, bu qoçun nəyi böyükdür? Hətta İsmailə bərabər olsun.
Allah Teala o Quran-ı Kərimdə buyurur ki, böyük bir qurbanla onun əvəz elədik. Məyər qoçun qurbanı İsmailin qurbanından böyük idi bəyən? Allah Teala bu sözü desin Saffat surəsində. Bəzi alimlər deyirlər ki, Allah Teala burada zibhi əzim böyük qurban dedikdə İmam Hüseyni nəzərdə tutub. Yəni, bunu əvəz elədik İmam Hüseynin qurbanı ilə. İmam Hüseynin fədakarlığı ilə. Fəda sözü əvəz etmək deməkdir. O Peyğəmbər ki buyurdu, Həzrəti Rasulullah buyurdu ki, Hüseyn məndəndir, mən də Hüseyndənəm. Mən də Hüseyndənəmin mənası biri də budur. İbrahim İsmaili kəsə bilməzdi və kəsməməli idi. Nə üçün? Çünki Peyğəmbər İsmailin nəslindəndir. Əgər İsmail olmasaydı, Peyğəmbər də olmazdı. Ona görə heç vaxt mümkün deyildi o kəsilsin. Allah onu mütləq əvəz etməli idi. Əvəz etdi də. Nə ilə fəda etdi? Alim buyurur ki, Hüseynin qurbanı ilə. Hüseyn onun qanını aldı. Ona görə Peyğəmbər buyurdu ki, əgər Hüseyn olmasa, mən də olmaram. Hüseyn məndəndir, mən də ondanam. Hüseyn səbəb oldu, İsmail sağ qalsın və İsmailin nəslindən mən olum. O məndəndir, mən də ondanam. Digər oxşar cəhət bundan ibarətdir ki, Allah Teala İbrahimin xatirəsini, İbrahimin yadını, adını, sanını bütün aləmlərdə məşhur elədi. Onun əməllərini təkrar elədi. Bütün həc dövründə möminlər yığışırlar, İbrahimin əməllərini yerinə yetirsinlər. İbrahimin o çağırışına cavab versinlər. Bütün Məhərrəm boyu möminlər yığışırlar, İmam Hüseynə səs verirlər. İmam Hüseynin çağırışına səs verirlər. Baxın, görün necə təkrar olur hadisələr. İbrahim Allah üçün vermişdi, Allah onun üçün bu işləri gördü. Hüseyn əleyhissalam Allah üçün verdi, Allah da onun üçün bu işləri görür. Bəs İmam Hüseyn əleyhissalamla xanım Zəhranın da oxşar cəhətləri var. Düzdür, onun anasıdır. Amma analığından əlavə digər oxşar cəhətləri də var. Bilirsiniz ki, Həzrəti Zəhra Kərbəlanın anasıdır. Kərbəlanın anasıdır. Xanım Zeynəb Kərbəlanın bacısıdır, qəhrəmanıdır. Xanım Zəhra ilə İmam Hüseyn əleyhissalamın oxşar cəhətləri var. Alimlər bunu şeirə də çəkiblər, öz şeirlərində də yad eləyirlər. Xanım Zəhra salamullah əleyhanın başına gələn zülmlər, Xanım Zəhraya olan o kin-küdurət, o düşmənçilik Kərbəlada öz ən zirvəsinə yetişmişdi. Peyğəmbər əhl-i beytinə olan kin-küdurət idi ki, onlar o cür özünü göstərirdilər. Əgər xanım Zəhraya o şillə dəyməsəydi, Peyğəmbərin qızlarına, İmam Hüseyn əleyhissalamın balalarına o şillələr dəyməzdi. Xanım Rüqəyyəyə o şillələr dəyməzdi. Əgər Zəhranın qapısına od vurulmasaydı, Kərbəlada o xeymələr yanmazdı. Əgər Həzrəti Zəhranın mübarək bədəni Əgər xanım Zəhranın o mübarək bədəni göyərməsəydi, Rüqəyyə qamçı yeməzdi.
Əgər xanım Zəhranın qabırğaları qapı ilə divar arasında sınmasaydı, Hz. Əbu Abdillah Hüseyn əleyhissalamın o mübarək bədəni təzə nallanmış atların ayaqları altında əzilməzdi, sümükləri tikə-tikə olub sınıq-sınıq olmazdı. Əgər Hz. Əli əleyhissalamın əlləri, qolları bağlanıb məscidə beyət üçün aparılmasaydı, Kərbəla əsirləri əli qolu bağlı halda əsir olaraq şəhər-bəşəhər gəzdirilməzdi. Əssalamu aleykə ya Əbu Abdillah. Heç bir gün İmam Hüseyin əleyhissalamın gününə bənzəməz. Onun günü bütün günlərdən çətindir. O məzlum ağa, o başsız ağa. Hədisdə var ki, İmam Zeynül Abidin əleyhissalam məhz Ərbəində onu ziyarət edərkən başını da gətirdi, onun qəbrində dəfn elədi, qovuşdurdu bədəninə. Ağanın başını şəhər-bəşəhər gəzdirdilər. Əssalamu aleykə ya Əbu Abdillah və aləl-ərvahilləti həllət bifinaik aleykə minni salamullahi əbədən ma bəqitu və bəqiyyəl-leylu və-nəhar. Əssalamu aləl-Hüseyn və alə Ali ibn el-Hüseyn və alə əvladil Hüseyn və alə əshabil Hüseyn. Əla la'natullah aləl qavmil zalimin fəsəya'ləmul ləzīnə zələmū əyyə munqələbin yənqəlibun. Allahümmə salli alə Muhammed və ali Muhammed və accil fərəcəhum.